vaxt ailə mübarizə silah olmayıb. Türk milləti bunu heç qəbul etməz. Türk milləti savaşanda mərdcə savaşıb ki, tarix yazıb. Baxın, dünyanın ən böyük savaşlarının, qəhrəmanlarının adı tarixin şərəfli səhifələrini ona görə bəzəyir ki, onların bir çoxu Türk millətini təmsil edir. Bu millətin əxlaqıyla oynayırlar. Bu millətin ağlı ilə oynayırlar. Siz baxın, nərdəsə az qala senzuranın geri gəlməsini istəmək arzusu doğururlar insanlarda ki, bu əxlaqsızlığa son verilsin. Siz baxın, bu sosial media hərə birinin götürürlər, bir dezinformasiya qoyub, bir şəkil qoyurlar altında. Bu nə millətdir, bu harda yetişib, bu nə əxlaqdır. Ağıza alım, insan iki kişi arasında ağıza almağa utandığı sözlər sosial media platformalarında bugün uçuşur. Məktəblərə daşınıb bunlar. Yaş həddi artıq uşaqların bilirsiniz nə vəziyyətdədir. Siz görün, uşaq videoları paylaşılır. Bu nə dəhşətdir. Bu nə hara aparırlar bizi. Bu nə hara aparırlar bizi. Buna bir dur deməliyik. Bugün bir Milli Məclisdə bilirsiniz qanun qəbul etdik biz. Sosial medialarla artıq müzakirə edirik. Hələ qəbul edilməyib, müzakirələri gedir. Ciddi şəkildə dövlətimiz qanunlaşdırmalıdır. Gərəkirsə o sosial mediaların hansı ki bu millətin evladlarının gələcəyini məhv edir, qapatsınlar. Ciddi şəkildə qanunlarımız işləməlidir. Böyük cəzalar və təzminatlar qoyulmalıdır ki, buna cəsarət etməsinlər. Nə əlaqəsi var söz azadlığından? Qətiyyən əlaqəsi yoxdur bunun sözə. Əxlaqsızlığı yaymaq, əxlaqsızlığa şövq etmək, onu tərbiyə etmək, onu təbliğ etmək nə vaxtdan söz azadlığı olub? Bu millətin gələcəyini, ailə dəyərlərimiz məhv olur. Bunun qarşısında durmaq lazımdır. Aqil bəy, millətin aydını, ziyalısı ağzını açmağa qorxur. Çünki bir söyüş kampaniyası var. Harada yetişib bu zihniyyət? Bu nə əxlaq? Məni ən çox üzən bilirsiniz nədir? İki kişi savaşır, qadın söyüş alətidir. Onun qadını, anası, qızı söylür. Bu bizim millətimizdir. Mənim millətim belə olmayıb. Mənim millətimin belə əxlaqı yoxdur.